Dostlar salam. Çalışım biraz mədəni deyim. Elə belə deməyiblər ki, insan öz nəcisinə baxmalıdır. Deyəsən alındı. Niyə görə? Əgər nəcisiniz qara, mazut rəngindədirsə, bu mədə bağırsaq qanaxması ola bilər. Təbii ki, bəzi qida məhsullarından da nəcis qara mazut rəngində ola bilər. Qaraciyər yesək, ətdən də ola bilər. Sonra çuğundur yesək, nəcis qara mazut rəngində ola bilər. Bəzi dərman vasitələrindən, misal üçün vismut tərkibli dərman vasitələrindən nəcis qara ola bilər. Dəmir tərkibli, kimsə qan azlığına görə dəmir tərkibli dərmanlar qəbul edirsə, o halda da nəcis qara ola bilər. Amma o demək deyil ki, biz atmalıyıq yeməyin üstünə. Nəcisi qara mazut rəngində gördüksə, biz həyəcan siqnalı vurmalıyıq. Dərhal xəstəxanaya müraciət etmək lazım ki, həmin nəcis analiz olunsun, görək orada gizli qan var ya yox. Bəzən pasiyentlər elə vəziyyətdə gəlirlər ki, dedim keçər deyə 3 gün, 5 gün evdə otururlar, hər gün də nəcis qara rəngdə olur. Təbii ki, qanaxma davam edir. Amma elə vəziyyətdə gəlib xəstəxanaya çıxırlar ki, artıq qanın yarısından çoxusu axıb gedib və məcbursan qoyasan reanimasiyaya və qan plazma köçürdəsən həmin xəstəyə. Özdə elələri olur ki, bir həftə yatır reanimasiyada. Çünki o dərəcədə ağırlaşıb gəlirlər. Amma vaxtında gələndə reanimasiyaya və qan köçürməyə ehtiyac olmur. Bəs nədən ola bilər həmin bu qanaxmalar? Mən mədə, bağırsaq deyəndə, mədə və dərhal mədədən sonra gələn 12 barmaq bağırsağı nəzərdə tuturam. Yuxarı mərtəbəni, aşağı mərtəbənin qanaxması barədə YouTube kanalımda video paylaşmışam, yoğun bağırsağın qanaxmaları barədə. Orada əlamətlər tam ayrı olur. Orada nəcis qara mazut rəngində olmur. Buyurub baxa bilərsiniz. Bəs qanaxma nədən olur? Eroziyalar ola bilər. Mədə və 12 barmaq bağırsaqda, xora ola bilər, onkoloji problemlər ola bilər, törəmə ola bilər, hansılar ki, çox vaxtı qanayır. Bunun da diaqnozu yalnız gastroskopiya. Bu yolla, yəni zon dudmaqla el arasında siz şlanq deyirsiniz. Maksimum çalışıram ki, sadə dildə izah eləyim. Həkimlər bunu bilirlər və bilməlidirlər. Xüsusən də ehtiyatlı olmalıdır kardioloji xəstələr. Kimin stendi var, kimsə açıq ürək əməliyyatı keçirilib, yəni aorta koronar şuntlama və digər əməliyyatlar. Niyə görə? Çünki onlar uzun müddət qan durulducu dərmanlar istifadə edirlər. Və bir tərəfdən qan durulducu dərman istifadə edən insan mədəsində eroziya, xora və digər problem varsa, təbii ki, sabahları həmin o problemlərdən qanaxma baş verə bilər. Onda da bir-birinə zidd müalicə ortalığa çıxır. Biz qanaxmanı müalicə eləyirik, ürəyə ziyandır. Çünki qanı qatılaşdırmalıyıq, sadə dildə desək. Qanı saxlamaq üçün. Qan durulducu versik ürəyə görə, o da qanaxmaya ziyandır. Ona görə bu qrup insanlar xüsusən diqqətli olmalıdır. Və bundan əlavə bəzi dərman vasitələri də qeyri-steroid iltihab əleyhinə preparatlar deyirlər. El arasında ağrı kəsicilər deyirlər buna. Diklofenakdır, blokiumdur, nimesildir, ventordur. Yəni bu tərkibli dərmanlar, ağrı kəsiciləri daimi istifadə edən insanlar mütləq mədəsini qorumalıdır. Çünki qanaxmalara səbəb ola bilər. Əsas prinsip odur ki, görsəniz ki, nəcisiniz qaradır, mütləq xəstəxanaya. Əlavə əlamətlər də var, digər simptomlar da var. Ümumi zəiflikdir, halsızlıqdır, baş gicəllənmədir. Yəni, nəcis qara olmaqla yanaşı bu simptomlar da çıxa bilər ortalığa. Amma ilkin olaraq çıxmaya da bilər. Bəzi insanlar görür nəcisi qaradır, amma özün hələ ki pis hiss eləmir və xəstəxanaya gəlmir. Amma özün pis hiss eləyəndə artıq gec də olur. Həmin mədə bağırsaq qanaxmasından dünyasını dəyişən pasiyentlər də çox olur. Təbii ki, qərar sizindir. Əsas prinsip odur ki, vaxtında statsionara, vaxtında xəstəxanaya müraciət edin. YouTube kanalımıza abunə olun, videonu paylaşın, sağlam olun, çox sağ olun, minnətdarım.